Deməli, uşaqlar, bu günlərim onluq kəsirlərin onun qüvvətlərinə vurulması və bölünməsini keçəcəyik. Onun qüvvətlərinə, yəni 10-a, 100-ə, 1000-ə bunlara vurmaq və bölmək. Necə olur? 2 dənə qaydamız var, uşaqlar. 2 dənə qaydanı əzbər bilməklə biz onluq kəsirlərin vurulmasını, gəlin birinci vurulmasına baxaq. Məsələn, uşaqlar, 4,3 vurulsun 10 bərabərdir. Bəli, bəli. Deməli, onluq kəsirləri qayda nədir uşaqlar? 10-a, 100-ə, 1000-ə və s. mərtəbə vahidinə vuran zaman vergülümüzü mərtəbə vahidindəki sıfırların sayı qədər soldan sağa sürüşdürürük uşaqlar. Hara? Soldan sağa. Bəli. Nə edəcəyik? Sıfırların sayı qədər. Neçə dənə sıfır var? Bir dənə sıfır var. Eləmi uşaqlar? Soldan sağa sürüş. Bu vergülü soldan sağa sürüşdürsəm harda qoyacam? 43. Tam burada qoyacam. Burada da sıfırlar var. Ehtiyac yoxdur artıq tamı qoymağa. Başqa bir misala baxaq. 0 tam 1000-108 vurulsun 10 bərabərdir. Neçə dənə sıfırımız var? Bir dənə. Bunun sayı qədər vergülümüzü hara atacağıq uşaqlar? Sağa sürüşdürəcəyik. Olacaq. Bax, bu vergülü götürüb sağa sürüşdürsəm olacaq 1 tam 0,8. Daha sonra uşaqlar, daha sonra məsələn, bəli, 1 tam 1000-423 vur 100. Sıfırların sayı qədər. Neçə dənə sıfır var uşaqlar? 2 dənə. 2 dənəcə. Bu vergülümü 2 dənə sağa sürüşdürəcəm. Hara sürüşdürəcəm? Deməli, bax, bura. Yəni, 142 tam onda 3. Aha, indi başqa bir misala baxaq. Necə? Bəli, sıfırların sayı qədər sağa aparırıq vergülümüzü. Yaxşımı uşaqlar? Məsələn, birinə də baxaq. 0 tam %45 vurulsun onun kubu. Onun üstü 3. Deməli, 0 tam %45 onun kubu nə deməkdir? 10 üstü 3. Yəni, yox. Onu 3 dəfə bir-birinə vurmaq deməkdir uşaqlar. 1000. Atarsan. Deməli, onun kubu neçədir? Onu 3 dəfə bir-birinə vurmaqdır uşaqlar. Yəni, 1000. Eləmi? İndi mən 0 tam %45-i 1000-ə vursam, bu vergülü hara atacam uşaqlar? Mən demişəm ki, 0 tam %45-dir, hə uşaqlar? Bundan sonra çoxlu sıfırlarımız var. Yazılmır. Çoxlu sıfırlar var. Mən bura en qədər sıfır yaza bilərəm. Yazılmır, görsənmir. Deməli, mən vergülümü götürürəm. Nə qədər atacam? 3 dənə, hə uşaqlar? 3 dənə. 1000-də 3 dənə sıfır var. Deməli, 3 vahid sağa tullayacam. Yəni, sağa sürüşdürəcəm daha doğrusu. 3 vahid. 1, 2, 3. Bəli. Olacaq neçə? 450 tam. Bəli, 450 tam. Daha sonra uşaqlar, başqa bir misala baxaq. Bəli. Aha, 10 üstü 4 deyirəm uşaqlar. 0 tam 1000-23 vurulsun 10 üstü 4. 10 üstü 4 neçə deməkdir, Sevil? Bəli, yəni onu 4 dəfə bir-birinə vurmaq deməkdir. Bu da neçə deməkdir? 10.000 deməkdir. 10.000. Deməli,
0,023 daha doğrusu 1023 vurulsun nə? 10.000-ə uşaqlar. Bərabərdir. Sıfırların sayı qədər neçə dənə sıfır var? 4 dənə. Mən vergülümüzü 4 dənə sağa atacağım deməli uşaqlar. Neçə olacaq? 10.000'də Nihat desin. Sevil desin. Gülər desin. Aha, Aylin desin. Bəli, 230 Aylin. Amma bayaq dedin 0 tam getdin. Bax, tamımızı götürürük. Nə edirəm? Sıfırların sayı qədər mən sağa atıram. Eləmi? Baxıram ki, burada 3 dənə var. Daha sonra nə var? Çoxlu sıfırlar var. Eləmi? Olacaq 230. Aydın oldu uşaqlar. Onluq kəsirlərin onun qüvvətinə bu vurulmasıydı. Aydın oldu. İndi uşaqlar, onluq kəsirlərin onun qüvvətində bölünməsini keçəcək. Uşaqlar, onluq kəsirləri onun qüvvətində bölünməsi necə olacaqdır? Gəlin bir dənə də yazım, bircə dəqiqə. 0,423 vurulsun 10, 100. Neçə olacaqdır uşaqlar? Birinci Aylin desin görüm. 42 tam. Bilmirəm, mən səndən soruşuram. Başa salmışam, deyirsən başa düşmüşəm. De görüm. Bircə dəqiqə gözləyin. Hər kəs öz növbəsini gözləsin. Aha. De görüm Aylin. 42 tam nə? Gülər, düz deyir Aylin. Nihat, Sevil. Sevil nə deyir? Aha, bəli. Aylin, vergülümüzü 2 vahid sağa nə etdim? Sürüşdürəndə düşür. Bax, bura. Olur. Bəli, sıfırlara görə 2 dənə sıfırımız var, 2 dənə sürüşdürəcəm. 42 tam onda 3. Yaxşı mı? Aydındır? İndi uşaqlar, onluq kəsirlərə, onluqlara daha doğrusu, yəni 10-a, 100-ə, 1000-ə bunlara mərtəbə vahidlərinə bölünməsini keçək. Deməli, uşaqlar, məsələn, bir ədəd götürək. Məsələn, uşaqlar, götürək. 18,7 böl 10. Deməli, qaydamız nədir uşaqlar? Qaydamızı deyirəm. Onluq kəsirlərin 10-a, 100-ə, 1000-ə və s. bölmək üçün bu zaman yenə bizə mərtəbə vahidindəki sıfırlar, bayaqki kimi, mərtəbə vahidindəki sıfırlar lazımdır. O sıfırların sayı qədər, uşaqlar, vergülümüzü bayaqlarım sağa sürüşdürürdük vuranda. Böləndə isə sola sürüşdürəcəyik uşaqlar. Deməli, olacaq, vergülümüzü mən bir vahid sola sürüşdürsəm, olacaq nə? 1,87. Bəli, 1,87. Başqa bir misala baxaq. 78,4 bölünsün 10. Nə edəcəm uşaqlar? Bir vahid sola sürüşdürəcəm. Bəli, 7,84. Daha sonra uşaqlar. Hələ ki verəcəm uşaqlar, sonda verəcəm. 58,3 bölünsün onun kvadratı. Onun kvadratı neçə deməkdir?
Onu 2 dəfə özünə vurmaqdır. Yəni 100 deməkdir. 100. Deməli, 58,3-ü 100-ə vuranda nə edəcəm? Yenə burada baxıram, uşaqlar. Mən bir qayda da demişdim onluq kəsirləri sizə başa salanda. Məsələn, 58,3 deyil, bunun qarşısında da çoxlu sıfırlar var, uşaqlar. Sonunda da çoxlu sıfırlar var. Sadəcə yaza da bilərik, yazmaya da bilərik. Görsən, belə bir yollarda, belə bir misallarda bizə lazım olur və onu yazırıq. Görürsünüz, 2 dənə. 2 dənədir, hə? Mən 2 dənə... Aha, neçə olacaq? Yox, böl. Vurmaydı, böl. Amma böldü. Nə edəcəyik? Hə. Sıfırların sayı qədər. Neçə dənə sıfır var? 2 dənə sıfır var. 2 dənə sıfır varsa vergülümüzü 2 dənə sola sürüşdürəcəm. Uşaqlar, hara gələcək? Bu vergül hara gəlib çıxacaq? Qaydamız gülər. Onlu kəsirləri 10-a, 100-ə, 1000-ə və s. mərtəbə vahidinə bölərkən burada da onluqların deməli, mərtəbə vahidindəki sıfırların sayı qədər, mərtəbə vahidində sıfırların sayı qədər vergülümüzü sola sürüşdürəcəyik, gülər. Sola. Sola. Sol hansı tərəfdir? Bu tərəfdir. Sol. Sola sürüşdürəcəyik. Yaxşımı? Aha. Vuranda sağa sürüşdürürdük, gülər. Amma böləndə sola sürüşdürürük. Məsələn, burada 58,3 böl 100 var da, hə? Mən burada onluğun sayı qədər 2 dənə sıfırım var. Deməli, 2 dənə vergülü 2 dənə sola sürüşdürəcəm. 1, 2. Gördünüz? Neçə olacaq cavab? Qabaqda heç nə yoxdur. Nə yazacağım? 0 tam 583. 1000-də 583. Başqa bir misala baxaq. Başqa bir misal üzərində baxaq, uşaqlar. Buyur. Yaxşı, başa salacağım bir də, yaxşı. Aydın oldu. Deməli, 9,5 bölünsün, onun üstü 2. Yəni, 9,5 böl, yəni onun üstü 2 neçə deməkdir, gülər? Bəli, yəni 100 deməkdir. Bəli. İndi 9,5-i 100-ə böləndə neçə dəfə düşəcəkdir? Mən dedim, 9-dan qabaqda da çoxlu sıfırlar var, uşaqlar. Sonrasında da sıfırlar var. Mən 2 dənə vahid sola sürüşdürürəm vergülümü. Nə olacaq? 1, 1, 2. Nə oldu? Nə oldu? Cavabım nə oldu? 0 tam. Kim idi onu deyən? Kim? Aylin? 0 tam. Aha. 0 tam. Bax. 0. 95. Bax. Vergülü 2 dənə sola sürüşdürdüm. Vergülü 2 dənə sola sürüşdürdüm. Gülər. Sürüşdürəndə görsən, burada çoxlu sıfırlar var. Mənə biri lazımdır. 0 tam 1000-də 95. Bəli. Başqa bir misala baxaq, uşaqlar. 5,3 bölünsün onun kubu. Bax. 5,3 onun kubu neçədir? 1000. Bəli. 1000'dir. İndi nə edəcəm, uşaqlar? 5,3 qarşısında sıfırlar var da, hə, uşaqlar? Çoxlu sıfırlar var. 3 dənə vahid sola sürüşdürəcəm bu vergülümü. Elə ki, bu vergülü götürürəm, 3 dənə sola gedirəm. 1, 2, 3. Neçə elədi uşaqlar? 0 tam
0, 0, 10.000-də 53. Bəli, 0-dan 10.000-də 53. Başqa bir misala baxaq uşaqlar. Başqa bir misala baxaq. 54,6 bölək 1000. Bölək 10.000. Ne edəcəm uşaqlar? Mənim burada çoxlu sıfırlarım var. 10.000. 10.000-də neçə dənə sıfır var? 4 dənə. Vergülümü götürürəm, əlimə tutaq ki. 4 dənə sola qoyuram. 3 0 yoxsa 2 0? 2 0. 2 0. Olacaq 0 tam 0 0. Bəli, bəli. Deməli, neçə elədi? 0 tam 100.000-də 546. 546. Sonra uşaqlar. Başqa bir misala baxaq. Başqa bir misal. 3,7 bölünsün onun kubu. Bərabərdir. 3,7 bölünsün neçə olacaq? Neçə olacaq? Onun kubu neçədir? 1000'dir də, hə uşaqlar? Sağ olun. İndi 3,7-ni 1000'ə böləndə nə edəcəm? Nihat desin görüm. Aha, Nihat desin. Nihat desin. Neçə olacaq Nihat? 0 tam 0 37 belə. Düzgün demədiniz axı. Bəli, bax. Nihat. 3,7-də, hə Nihat? Sevil, qulaq asırsan? Bunu 3 vahid sola getməliyəm də, hə? 3 vahid. Elə mi? Burada çoxlu sıfırlar var. Deməli, götürürəm 1, 2, 3. Gördün? Nihat. 1, bax, bu vergülü götürürəm əlimə, Nihat. Və, bax, tutaq ki, vergülü götürdüm əlimə. Bax, bircə dəqiqə, bax. Başqa rənglə eləyirəm, diqqətli ol. Tutaq ki, bu vergülü götürürəm, mən 3 vahid sola gedirəm. Bir dəfə bura qoyuram. 1, 2, 3-cü saydığım durur orada. Bunları saymıram. Bəli, 0-dan 0,037. Yaxşı mı? İndi aydın oldu. Aha, indi Sevil desin. Sevil desin görüm. Yaxşı, verəcəm uşaqlar. De görüm Sevil. Bəli. Hı. 10.000, aha. Əvvəlinə. Hə.
Aha. Qaralama götür. Hesabla. Mənə 0 tamam. 10.000-də 98. İndi. Nihat desin görüm. De görüm Nihat. Neçə olacaq cavabımız? 0 tamam 0 0 98. 98 niyə? Bəs bu 16 neynədir? Aha. Deməli 0 tam 0 0. Belə? Nihat, belə deyirsən? Belə deyirsən Nihat? Aha. Bəli. Bax, Sevil. 98 tam %16-dır da, hə? Qabağında çoxlu sıfırlar var uşaqlar. Deməli, bir dəqiqə. Nə edəcəm? Neçə dənə sıfır var? 4 dənə. 4 dənə gedəcəm sola. 1. Başqa bir rənglə eləyirəm. 1, 2, 3, 4. Baxın, 4 dənə getdim. Bunları silirəm. Elədi nə? 0 tam 0 0. Aha. Yəni 0 tam neçədə? 1.009.816. İndi Aylin cavab versin. Aylin cavab versin. Neçə olacaq cavab? Aylin. Sənə də verəcəm Gülər. Aylindən sonra sənə verəcəm. Növbəni gözlə. Mən 0 tamam. Baba nasıl? Neçə? Yaz, qaralama götür. Mən dediyim kimi qarşılarına çoxlu sıfırlar yaz və fikir ver gör hara gedir vergül. Hə. Neçə? Bir dənə də sıfır qoyuram. 3 dənə sıfır. 2 dənə sıfır. Aha. Neçə oldu? 218. Aylin, bax, diqqətli ol. Nə edirəm? Neçə dənə vergül getməliyəm? Neçə dənə vergül getməliyəm? Aylin, neçə dənə vergül getməliyəm? 3 dənə getməliyəm. Bax, başqa rəng qələm götürdüm. 3 dənə getdim. Bax, bu vergül hardadır? Buradadır, hə? Götürürəm, sola sürüşdürürəm. 1, 2, 3. Bunlar getdi. Bəli, neçə olacaq? 0 tam 0. Sıfır tam. Aydın oldu. Aylin. Aydın oldu Aylin. Gülər desin indi mənə. Gülər desin.
De görüm. Gülər. Ben 3 tablomda 7 vurulsun vermeliyim. Aha. Ben 0 tam. Ben bir daha 0 koyup 3 tablomda 7 yazıyorum. 3,7 yazıram. Ve 37. 37. Aha. Hə. İndi Sevil baxdın görüm. Düzdür bu. Ömer'le sen bakın. Deməli bu cavabı dedi Gülər. Bəs sən hara baxırdın Sevil? Hə, bölmədi də. Çaşmışam. Yox, bu 9 deyil. Bunu Gülər deyib. Yazmışam ki, Gülər dedi bunu. Sən də Gülər kimi deyirsən? Sən də Gülər kimi deyirsən? Deməli, bunu da dedi Sevil. Aylin deyəcək. Sən sonda deyəcəksən Nihat. Sıfır 37. Belə. Hə, bunu da Aylin dedi. İndi Nihat desin. Nihat deyir. Nihat deyir. Nihat deyir. Neçə olacaq Nihat? İndi uşaqlar. İndi uşaqlar. Baxın. Gülər. 3,7-dir də, hə Gülər? Dedim bunun qarşısında çoxlu sıfırlarımız var bizim. Mən neçə dənə vergülü götürüb neçə dənə sola getməliyəm Gülər? 3 dənə getməliyəm də, hə? 3 dənə getməliyəm. Gedirəm, bu vergülü götürmüşəm əlimə, aparıram sola. 1, 2, 3. Bunları sildim. Üçüncüyə çatanda görsüz dayandım. Olacaq nə uşaqlar? 0,0037. Bəli. Yəni 0,1037. Birində deyirəm. Birində deyirəm. Gülər. Deməli. Sən deyirsən. Deməli. Yox, hərəniz birini deyəcəksiniz uşaqlar.
Birinci Nihat deyəcək. Bəli, vərəqəyə yazın, deyə bilərsiniz uşaqlar. Nihat deyəcək. Nihat desin birincini. Qırx beş. Vergülü götür, 2 dənə sola get görüm. Necə? Deməli, bunu Nihat deyir. Bir dəqiqə. Bunu Nihat deyir. Bunu Sevil deyir. Bunu Aylin sən deyirsən. Bunu da Gülər deyir. Gülərlə Sevilin yerini dəyişim. Aha. İndi Nihat desin görüm. İki dənə sıfır, bax, Nihat. 2 dənə sıfırım varsa, vergülümü götürürəm, hara aparıram, hara sürüşdürürəm. Aha. Bəli, bəli, bəli. Sən bayaq deyirdin ki, 1,23. Bəli, vergülümü götürürəm, 2 vahid sola sürüşdürürəm. Olur 1,10.000-də 2345. Gülər deyir. Gülər deyir. Gülər, vərəqdə yaza bilərsən. Yaz de. Gözlə, Gülər de görüm. Gülər. Aha, Gülər. Belə, Gülər. Aylin, sən də görüm. Denə. Neçə olacaq? Sevildə görüm. İndi deyəcəm uşaqlar. Sevildə görüm. Hə. Aha.
Hə, bir dənə də 0 yazım. Belə. Sevil, düz dedin. Yox, sən də səhv dedin, Gülər də səhv dedi. Baxın uşaqlar. Baxın. İndi deyirəm uşaqlar, deyirəm. Bax, Gülər baxsın. Gülər, 123 tam %45-də, hə? Neçəyə vururuq? Minə bölürük də, hə Gülər? Mən burada minə bölürəmsə, neçə dənə? 3 dənə vergülü. Sevil, səs gəlir. 3 dənə vergülü nə edəcəm? Sola sürüşdürəcəm, hə Gülər? İndi bu vergülü götür, təsəvvür elə götürmüsən. Sürüşdürürsən bir dəfə bura. Bax, bir dəfə bura 1. Sonra gətirirsən 2. Sonra gətirirsən, burada çoxlu sıfırlar var. Sonra gətirirsən ara, bura 3. 3 dənə sürüşdürdün. Bu birləri saymırsan artıq. Olacaq neçə? Gülər. 0 tam 100.000-də 12.345. İndi Aylin. Başa düşdün Gülər? Səhvivi anladın? İndi Aylin. Aylin. Səndə də böl 10.000-dir də, hə Aylin? 10.000. 10.000-də neçə dənə sıfır var Aylin? 4 dənə. Mən də bu vergülümü götürüb 4 dənə sola getməliyəm də, hə Aylin? 4 dənə sola gedirəm, bax. Başqa rənglə gedirəm, bax. 1, deyəm, bir dəqiqə, başqa bir rəng eləyək. Fosfor. 1, 2, sayıram. 3, 4. 4. Dördüncüdə dayandım. Bunları silirəm. Bunları nə edirəm? Necə? Əlbəttə ki, səhv elədin də. Bax, Aylin, başa salıram. Bax, bu vergülü götürdüm. Mən 4 vahid sola getdim. Bax, 1, 2, 3, 4. Bax. Bax. Getdim, harda oldu vergülüm? 0 tam 0. Bax, Aylin. Gördün? Sən 2 dənə 0 demişsən. Aydın oldu uşaqlar. Bəli. Aydın oldu, yoxsa aydın olmadı? Qoyun bir dənə də verirəm. Bu da axırıncıdır uşaqlar. Sonuncudur, veririm. Aha. Hə. Hə, atın mənə baxın. Hərəviz ayrılıqda... Bəli, 4 dənə sıfırdır uşaqlar. Baxın, 4 dənə sıfır var uşaqlar. Mən də deyirəm, sıfırların sayı qədər vergülümüzü götürüb, sıfırlarımızın sayı qədər sola sürüşdürürəm. Sola sürüşdürürəm. Bir dənə də vurmaya yazım bəlkə.
Aşağıda da vurma yazdım. Onu da yazın uşaqlar. Vuranda nə edirdim uşaqlar? Sıfırdakı mərtəbə vahidindəki sıfırların sayı qədər sağa sürüşdürürdüm. Vuranda sağa sürüşdürürdüm. Böləndə sola sürüşdürürdüm. Kim yazdı? Ben bölmeyi bitirdim. Ben vurmadayım. Atın. Ben hiç böyle bilmiyordum. Ne yoksa birinci bölümü. Atın da. Kim nə yazıbsa atsın baxım. Sonra o birisini yazsın. Nə oldu Nihat? Ben ikinci yazmadım. Biraz cəldi olun. Deməli, Sevil artıq atıb. Sevil, bölməni düz yazmısan. Vurmanı səhv yazmısan, Sevil. Sevil, vurmanı səhv yazmısan. Vergülü vuranda sağa sürüşdürürəm. Mərtəbə vahidlərinin sayı qədər, sıfırların sayı qədər sağa sürüşdürürəm. Atın gözləyirəm. Aha. Nihat. Baxaq Nihata. Deməli, Nihat. Nihat, vurmanı səhv yazmısan. Nihat, bölməni də səhv yazmısan kimi bir şeydir. Deməli, Gülərə baxıram. Gülərə baxıram. Gülər, burada sən minə bölmüsən. Gülər. Böl min yazmısan. Min yazmısansa düz yazmısan. Minə görə düz yazmısan. Minə görə. Vurma səhvdir. Bölmədə Nihat yazmısan. Yazmısan. Vergülü hara qoymusan? Hanı vergül? Yox, bax qoymamısan. At görüm. Nihat. De görüm. Hə, indi qoyanda nə edirsən? Vergülü də qoy, at mənə. Aha. Yox, Nihat. Uşaqlar, bu dərs sizə çətin gəldi deyəsən. Aylin. Hə, gözləyirəm Aylin. At, başlayaq başa salmağa. Baxıram.
Yazma qulaq as Aylin. Gülər, səhv yazmısan vurmanı. Deməli uşaqlar bura baxın. Bura baxın. Mən deyirəm ki 58,3-ü bölürəm 10.000-ə, eləmi? 10.000-ə bölmək üçün bu vergül hara getməlidir? Sola getməlidir. Hə? Sol bu tərəfdir. Eləmi uşaqlar? Bu tərəfə getməlidir də, hə? İndi bu tərəfə getmək üçün mən baxıram ki 2 dənə ədədim var. 4 dəfə getməlidir də, 4 vahid getməlidir. Eləmi? 2 dənə ədədim var. 1, 2, gəldi bura. Baxıram ki, davamı yoxdur. Mən də deyirəm, davamında çoxlu sıfırlar var. Eləmi? Başqa bir qələm götürürəm. Baxın, bu vergülü götürürəm. Aparıram bura. 1, 2, 3, 4. Bunları da silirəm. Oladı nə? Elədi nə? 0 tam. 0 tam 100.000-də 583. Baxın uşaqlar. Bax, nə etdim uşaqlar? Bir dəqiqə buna baxın. Bu vergülü götürürəm əlimdə. Sürüşdürürəm 4 dəfə. 1, 2, 3, 4. Gətdim burada qoydum. Qalanlarını tutaq ki, buradakiləri görmürəm. Yaxşı? Aydın oldu? Bəs vuranda nə? Baxıram, baxıram. Bir dəqiqə bunu başa salın, baxacam, yaxşı? Deməli, vuranda nə edəcəm uşaqlar dedim? Sağa sürüşdürəcəm. Vergül sağa sürüşür. İndi bu 21,56-dan sonra çoxlu sıfırlar var. Neçə vahid sürüşdürəcəm? 4 vahiddə, hə uşaqlar? Sayıram. Bu vergülü götürürəm başqa bir qələmlə. 1, 2, 3, 4. Bunları da silirəm. Bunları da silirəm uşaqlar. 4 vahid görsünüz vergülü sola qoydu, sağa qoydum. 4 dənə saydım. 4 dənə saydım. Vergülüm gəldi hara? Sağa. Bax. Bax 1, 2, 3, 4. Gəldi bura. Cavabımız nədir? Cavabımız nədir? 215.600. Aydın oldu uşaqlar. Aha. Aydın oldu Nihat. Bildin səhvin hardadır? Sevil. Aha.